Sabahtan Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti sərnişin sıxlığının qismən tənzimlənməsi məqsədi ilə Abşeron dairəvi dəmir yol marşrutu üzrə qatarlar yeni qrafiklə hərəkət edəcəklər. Bakı-Xırdalan-Sumqayıt istiqamətində səhər reysləri də optimallaşdırılıb. Belə ki, bu vaxtadək saat 7:20-dən Sumqayıtdan çıxan qatar Bakıya 8:01-də çatırdı. Yeni qrafiklə 6:15-də çıxan qatar Bakıya 6:56-da çatacaq. Bundan başqa Xırdalan Bakıya birbaşa hərəkət edən yeni flirt qatarı Bakıya 7:15-də çatacaq. Bu da iş vaxtı saat 8-də başlayanlar üçün əlavə imkanlar yaratmış olacaq. Həmçinin bu istiqamətdə səhər saatlarında hərəkət edən ekspres tipli qatara Biləcəri və Xırdalan stansiyasında dayanacaq veriləcək. Şənbə günlərində Bakı, Xırdalan, Sumqayıt, Bakı marşrutu üzrə reyslərin sayı 10-dan 16-ya, Bakı, Pirşağı, Sumqayıt, Bakı üzrə reyslərin sayı isə 20-dən 36-ya çatdırılıb. Optimallaşdırma çərçivəsində həftənin bazar günləri də xüsusi qrafik tələb olunub. Belə ki, yeni cədvələ əsasən bazar günləri Bakı, Xırdalan, Sumqayıt, Bakı marşrutu üzrə reyslərin sayı 10-dan 15-ə, Bakı, Pirşağı, Sumqayıt, Bakı üzrə reyslərin sayı isə 20-dən 28-ə çatdırılıb. Bu dəyişikliklər Abşeron dairəvi dəmir yol marşrutunda günlük sərnişin daşıma sayını hazırki 37-38 min nəfərdən 48 min, 50 min nəfərə qədər artırmağa imkan verəcək.